qızı ilə yaxınlıq eləyən ölümünə peşman olmazlar. Kimi eləmişəm də şərəfsizlik. Özün 20 yaşında, 58 yaşın var, qızın nişanında, qızınla bir yerdə qucaqlaşıb yatsan. Arvadı göndərirlər rayona, qız sırası gəlir, burada bir yerdə yatılır. Quran açdı, deyir, bu filan kəsdir, bəhmən adamdır. Deyir, yox, Allah səhv deyir. Elə olmaz. Dedim, mən sən neçə dəfə dedim, tövbə elə, mənə zadə eləmə, boğuluram. Dedim, sən qızı eləyən dərsən, ayət basın haqqında elə deməliyəm. Öyle sözün üstündə durub adamın üstünə cımalaşır. O nə söz? Bu ya, orada uzanmışam, yatmışam. Gecə saat 2-də durdum, telefonu götürdüm, Quran oxuyum. Quran oxu, yavaş oxuyum, görüm, qabat zır. Buradan durdu, gəldi, çıxdı. Buradan o çıxdı, buraya çıxanda mən də çıxdım, vurdum, 3 dənə vurdum. Tuttum, 3 dənə vurdum, düşdüm yerə. Düşəndən sonra da ayağımı qoydu, belə yıxıldı bura. Üzü aşağı şəkildə. Üzü bu tərəfə, sifət aşağı.